Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Maşınlarınız necədir? Yaxşı olasınız inşallah. Deməli, Elantradır. 1.8 Amerikanka. Yəni hamımızın tanıdığınız, yəni sizin dilinizdə desəm Dodge motor, amma yəni mənim üçün bütün motorlar Dodge-dur. Bir də mənim avtomobilimdən başqa onda Sochdur. Yəni tək qaz paylayıcı valdır. Burada isə qoşa qaz paylayıcı valdır. Deməli, sizə nədən danışım? Çox maraqlı bir diaqnostika prosesindən. Mən bu avtomobilə belə deyildim, necə qalib gəlmişəm ondan danışmaq istəyirəm, amma çox belə qəhərləndirici bir haldır da, insanı əsəb eləyir. Belə insanı həqiqətən əsəblərini oynadır. İndi deyəcəm sizə. Deməli, bu avtomobil mənə müraciət eləyib ki, bu həddindən artıq çox benzin yandırır. Həddindən artıq çox. Yəni digər Elantralara nisbətən rahat bir 4 litr, 5 litr çox benzin yandırır. Yəni insan deyir ki, mən buna benzin çatdıra bilmirəm. Tamam. Mən avtomobilə qoşuluram. Avtomobilin birinci lambdasının kodu olmasa da işlək olmadığını görürəm. İndi sizə onu göstərəcəm. Deməli, gördüyünüz kimi avtomobil işləyir. Yəni maşın tapança kimi xodlanır. Hər şey əladır maşında, yəni problem yoxdur. Maşın barəsində heç bir problem yoxdur. Sadəcə olaraq benzini çox işlədir, həddindən artıq çox işlədir də. Bu da millətin xoşuna gəlmir də, əlbəttə ki, yəni müqayisədə görürsən ki, mənim avtomobilim mənim cibimə çox şirir. Hə, nəysə. Deməli, heç bir kodu filan da yoxdur. İndi mən oksigen sensorunun göstəricilərinə girirəm. Və burada görürəm ki, birinci oksigen sensoru ümumiyyətlə heç bir işlə məşğul deyil. Amma avtomobilin mühərriki idarəetmə bloku onun qızdırıcısını qızdırmağa çalışır. Amma sensor yatır. Və buradan belə bir qərara gəlirəm ki, sensor xarabdır. Yəni mən deyirəm ki, ikinci sensorla da vəziyyət belədir ya. Yəni ikinci sensorla da vəziyyət eyni şeydir. Onu da 240 ohmda yəni görürəm. İkinci sensorun ümumiyyətlə göstəricisini tapa bilmirəm, amma yenə də onun da qızdırıcısı işləyir. Görürsünüz, qızdırıcılar işləyir. Qızdırıcı ilə heç bir problem yoxdur. Yəni oksigen sensorunun içindəki spirallar aktivdir. Amma sensorun öz göstəricisi heç bir variantda tərpənmir. Tamam. Razılaşdım. Mən sürücüyə qərar qəbul edirəm ki, bu avtomobilin birinci oksigen sensoru xarabdır. İkinci oksigen sensoru mənə maraqlı deyil, orada nə baş verir. Birinci oksigen sensoru xarabdır. Deməli, sürücü deyir ki, mən oksigen sensorunu dəyişmişəm. Nəyə görə? Çünki bu oksigen sensoru həqiqətən də xarab idi. Yəni, bu oksigen sensorunun xətası var. Qızdırıcı xətası var. İndi onu sizə belə əyani göstərəcəm. Kodla yox, əyani göstərəcəm. İndi vaxt çox getməsin. Avtomobili söndürüm ki, onun səsini eşidəsiniz. Avtomobili söndürdüm. Hə, bu oksigen sensorunun içindəki spiral qırılıb. Baxın. Bax. Eşidilir? Vəssalam. Deməli, həqiqətən də bu oksigen sensoru qızdırıcının kodunu verə bilir. Mən də sizə xatırlatdım ki, avtomobildə qızdırıcı ilə heç bir problem yoxdur. Yəni, avtomobil qızdırıcının vəziyyətini görür. Yəni, sensorun qızdırıcı vəziyyətini görür. Amma sensorun özünün potensiometri heç bir vəziyyətdə dəyişmir. Və oradakı rezervuar, oksigen rezervuarı hər hansı bir balansda saxlanılıb. Mən avtomobil sahibi ilə bir balacada söhbət edirəm və aşkarlanır ki, nə vaxtsa uzun illər bundan qabaq, yəqin ki, 2 il, 1 il bundan qabaq, elə olub da, 2 il. 2 il, 1 il bundan qabaq, avtomobilin oksigen sensoru barəsində şikayəti olub. Birinci oksigen sensoru barəsində avtomobilin şikayəti olub. Və onlar bu mövzu barəsində çox elektriklərə, çox diaqnozlara gediblər. Axırda bir nəfər onu deyib ki, mən özüm həll eləyərəm. Və belə qərara gəlib ki, mühərriki idarəetmə bloku xarabdır. Mühərriki idarəetmə blokunu dəyişiblər, vəziyyət dəyişməyib. Vəziyyət dəyişməyib.
Sonra bu insan çox əziyyət çəkib, axırda bu məsələni həll eləyib. Bu məsələni həll eləyib. Və avtomobili əlbəttə ki, sahibinə təhvil verib. Sahibi də baxır, içəridə çeki yanmır. Hər şey qaydasındadır və avtomobil vəziyyətdən razıdır. Və beləliklə avtomobil başlayıb çoxlu benzin işlətməyə. Bundan əlavə bu avtomobildə bir dənə də şey aşkarlamışam. İndi onu göstərəcəm sizə. Çox maraqlı bir vəziyyətdir. Yəni mən öz karyeramda belə şeylərə çox az rast gəlirəm, amma yəni qənimiyəm də belə şeylərin. Deməli, avtomobili işə saldıq. Baxın. Birinci silindrin kapçukasını ayırıram. Yəni bir kadr da çəkirəm hər şeyi ki, yəni görəsiz. Birinci silindrin babinini ayırıram. Fərqi yoxdur. 200 heç bir fərqi yoxdur. Birdən bir rahatlı bir ayır. Ayırdım. Üçlüyü. Görürsünüz? Yəni 3 dənə silindir işləyir. Görürsünüz? Tamam. Avtomobilə qoşulu vəziyyətdəyəm. Görürsünüz, oksigen sensorları işləyir. Nə baş verməlidir? İçəridə çek yanmalıdır. İçəridə çek yanmır. Halbuki çekin işığı var. Yəni mən onu sizə əminliklə deyə bilərəm, birazdan da göstərərəm. Və avtomobili oxuyuram. Kod yoxdur. Yəni avtomobil bir dənə silindirin babininin işləmədiyini görmür. Lab ikisini də görmür, üçünü də görmür. İndi baxın nə edirəm. İndi birinci silindirin babini ayrı olan vəziyyətdə, babini işləmir. Götürürəm, birinci silindirin farsunkasını ayırıram. Farsunkasını ayıran kimi indi burada bizdə hələlik çek yanmır. Heç bir vəziyyətdə çek yanmır. Amma kod var farsunka barəsində. Buradan belə bir nəticəyə gələ bilərəm ki, burada təkcə oksigen sensorunun işinə deyil, həm də avtomobilin alışma boşluqları, babin tərəfdən alışma boşluqlarına da müdaxilə olunur. Niyə bunu belə eləyiblər bilmirəm. İndi baxın, mən bunu necə aşkarlamışam. Deməli, uzun çəkən mücadilədən sonra mən nə edirəm? Mən mühərrikin idarəetmə blokunu oxuyuram. Yəni, onun içindəki bütün informasiyanı çıxardıram. Əlbəttə ki, bu çip alətləri vasitəsilə olur. İndi mən proseduru uzatmaq istəmirəm. Yəni, siz mənə sözdən inanın. Avtomobil sahibi yanımdadır. Deməli, mən bunun içindəki bütün informasiyanı oxuyuram və stok olmadığına görə məndə 2011-ci il Amerikanka 1.8 motorun stoku yoxdur. Yəni zavod praşifkası yoxdur. Ona görə heç nəyə müqayisə eləyə bilmirəm və müqayisə eləməkdən ötürü öz yoldaşlarımı atıram və beləliklə biz münasibətlə qarşılaşırıq. Deməli, bu avtomobildə P0420 kodu söndürülüb. Bundan əlavə, bu dəqiqə indi göstərəcəm. Deməli, bu mənim xahiş elədiyim stokdur. Yəni mən atdığım şeydir, praşikada üzr istəyirəm. Görürsüz? Və beləliklə mənə gələn cavabdır. Budur. Alışma boşluqları söndürülüb, hamısı söndürülüb və oksigen sensorunun göstəriciləri söndürülüb. Alışma boşluqları söndürülüb, oksigen sensorunu gözləyib. Bu, dünənləri gecə saat 21:17-də mənim əldə elədiyim məlumatdır. Buradan mən səslənirəm bunu eləyən ustaya və yaxud da ki, bunu ümumiyyətlə bu vəziyyətə qoyub, insanı pis vəziyyətə qoyan insana. Yəni, bu da sveçə al, farsunka yuduzdur, nə bilim, babin al, bunu al, onu elə, bunu elə, oksigen sensoru al, onu dəyiş, bunu dəyiş. Plus blok al, plus blokun praşifkasına pul ver. Amma maşın düzəlmir. Niyə? Çünki sən əlin əyridir. Çünki sən, yəni mən sənə söz tapmıram deməyə. Sən o pulu aparıb hara yedizdirəcəksən? Yəni hara aparacaqsan sən o pulu?
Cəmaatı niyə alladırsan axı? Yəni vallah, yəni söz tapmıram deməyə. İndi mən nə etməliyəm? İndi mən təzədən bu Elantranın stokunu tapmalıyam. Stokunu tökməliyəm onun boğazına. Onun içalatını açmalıyam. Sonra sən burada nə ki düzəldə bilməmsən ha. Mən təzədən onları bir-bir hamısını təmir eləməliyəm. Əgər ki bunun naqilləri salamatdırsa, oksigen sensoru salamatdırsa, deməli blokun içində nəsə fiziki elektron proses getməlidir. Yəni orada nəsə təmir olunmalıdır. Sən onu eləyə bilmədiyinə görə bütün bu həcəmətin hamısını söndürmüsənsə, mənim sənə daha sözüm yoxdur. Yəni utan öl yerə gir. İlk dəfədir mən birbaşa ustaya səslənirəm. İlk dəfədir mən kanalımda birbaşa ustaya səslənirəm. Yəni mən sənə deyirəm ki, bu hərəkət kişi hərəkəti deyil.